Alik Bey, hoş gelmişsiniz. Necəsiniz, ne var, ne yok? Ne acaba haber eləmədiniz? Buyurun keçin. Bizim biraz texniki problemlərimiz var. Işıqlar niyəsə görə yanım sönür. Hə, tələsmirsiniz keçirə. Hə, tamam. Şey eləyərik. Kamera ailəni zapis eləmir. UPS almaq lazımdır. Bir dəfə demişəm, ona görə zapis Mən eləmir. boş durmalıyam. Çox üzr istəyirəm. Mənə bir dənə həmişəkindən dəllərimi dezinfeksiya edib gəldim. Buyurun, buyurun, buyurun. Kulağız başından bir tük əski olsa məndən incimə. Hocam, mən qırmalıyam. Səndən başqa kim qırxacaq? Şey, dedik, öz ustam hanımda deyəcəm. Sən mən deyənə qulaq as, mənə patfət deyiləm. Gəl. Başında tük var, nəyin qırxmayım mən onu. Alik Bey, buyurun. Həmişəki yerinizə. Sağ olun, hoş gəlmişsiniz. Mənim çoxdan da görsənmirsiniz. Saç uzadırdım. Zarafat edirəm, Elaya getmişdim. Hara üzr istəyirəm. Çox güman ki, Los Angelesi nəzərdə tutursunuz. Ümidvaram. Bəli. Siz ora vizalı ölkə deyirsiniz də. Mən Emin Beydən fərqli olaraq xarici ölkələrdə olmuşam. Türkiyə, Moskva, Gürcüstan, İran sağlamlığımla bağlı getmişdim. Bəs xaricdar da olmuşsunuz. Allah sizi güldürsün Alik Bey. Çox incə yumurunuz var. Xəstə adam şəfa tapar. Sağ ol sizi. Üzr istəyirəm. Natama xanım, 2 saat deyə qalıb o kağız orada. Çox üzr istəyirəm sizdən, çox üzr istəyirəm. Necə bir şey istəyirsiniz? Menyuda nə var? Həmişə kimi. Bir dənə olar üzr istəyirəm. Buyurun. Mən saçını necə qırxam məndə? Həmişəki kimi. Mən nə bilim, bu həmişə necə qırdırıb. Biraz üstdən götür, biraz da altdan bəsdir. Yaxşı. Mən çox üzr istəyirəm. Zəhmət olmasa yaxınlaşardınız da başınızı uyardıq. Okey. Ayda, yenə mən çox üzr istəyirəm sizdən. Qonşular nəsə svarka eləyir orada. Mən lazımi instansiyalara şikayət eləmişəm artıq. Xahiş edirəm, biraz səbirli olaq. Mənim artıq əsəblərim tarıma çəkilir. İnşallah yanar bir neçə dəqiqəyə. Ah, yandı. Bir daha üzr istəyirəm. Əzim, sən yox. Həmişə təmizlikdə Alik Bey. Şərq mədəniyyətində belə bir şey var ki, qadın kişinin ayağı yumalıdır. Qadın əyiləndə kişinin ayağı yumalıdır, yəni pokornostini göstərir. Yəni baş əyir qarşısında. Və bu mədəniyyət hələ də bəzi ailələrdə davam edir. Mənə bir şey maraqlıdır. Əgər bir kişinin əli ayağına çatmırsa, o ya piydən əziyyət çəkir, ya mama uşağıdır, ya da ki natamamlıq kompleksi ilə yaşayır. Bu yaxınlarda pediküre getmişdim.
Xanım əyilib ayaqlarımı yuyurdu. Səncə o bunu ürəkdən eləyirdi ya yox? Bilmirəm. Ay sağ ol. Mən də bilmirəm sən bunu ürəkdən eləyirsən, yoxsa yox. Amma onu ürəkdən eləyir. Yaxşı, viski soyudu. Saçımı qurulayım, başlayaq. Buyurun, buyurun. Ay, mən çox üzr istəyirəm. Axı, bu nə biabırçılıqdır, Alik bəy, Camal bəy, çox üzr istəyirəm. Bu artıq eşşəklidir. Gecə vaxtı remont eləyirlər, kişi. Bunlar nə eləmək istəyirəm mən? Buyurun. Yer var. Yer əlbəttə, bəli, buyurun, buyurun. Amma gözləməli olacaqsınız biraz. İşıqlarımız yanıb sönür ona görə. Var, əlbəttə. Xaricdə olmuşsan? Üzr istəyirəm. Sərhədi keçmişsən ya yox? Hə. Harada olmuşsan? Moldovada. Maraqlı yerdir. Bəs siz harada olmuşsunuz? Soruş harada olmamışam. Amma mən həmişə Baliyə getmək istəmişəm. Əş, buralar ucuzluqdur. Getmək olar. Olmuşsan orada. 2 gün bundan qabaq. Necədir oralar? Qaqaş, yaxşı pülüysən ha. Bəlkə saçımı sən qurulayasan. Necə? Elə bu gecə. Balidən gəl, üzündə zaqar yoxdur. Cəmaatı lap əmdillər yerinə qoymusan, necə? Bir gün Balidə olmaqla kimsə zaqar alır. Bənə getmişdin ora. Hələ belə. Elə belə ya. Get birinci başıma tükəkdir. O bərbərə avar eləmə, cəmaat gözləyir. Hə, yağlı tikə. Nətər? 1-2 gün Balidə olmaqla heç kim zaqar almır. Məncə bu kompliment idi. Bu bir. İkincisi, görəm qəşəng göz vurmağım var. Ağıllı ol, gözümü dağlarım. Amma bu yox. Və üçüncüsü... Sən mızıldıysan ha, riyaziyyat dili müəllimi. Sən bilirsən mən kiməm? Camal müəllim. Sonra? Amma tanımayan oğlan özün tanımır. Sonra? Ay bula. Sən olsan bir dana qoyaram, həftələrlə suplayarsan ha. Sonra? Böyle bir türlü Camal müəllim, qurban olun. Vat. Bu mirini rəşat eləmək lazımdır ha. Ondan heç kim xeyir görməyib ha, bu dil nə üçündür? Ağıllı ol, ikinci hissə. Sən qurban olasan o qıza. Yoxsa biz tapanca görməmişik ha. Belə ürəyin istəyirsə əslini göstərə bilərəm. Yox. Sən də işini gör də, 3 saatda oynayırsan. Fırlaq görünmə. Hamıya içki zəhmət olmasa hamıya içki. Mən heç istəməzdim ki, bu gecə bizə qanqaraldan məqamlar yaşatsın. Buyurun Camal bəy. Mehriban olmaq lazımdır. Vallahi insana elə o qalır. Alik bəy, mən çox üzr istəyirəm. Sizin sumkanızda doğrudan tapanca var. Mənim üzərimdə yoxdur, amma Rəhim bəy üzərində ola bilər. Ona görə hər ehtimala qarşı polisə zəng vursanız daha məsləhətlidir. Sən deməli mənə tanıyırsan, oğraş! Neçə vaxtı tüvə düşmüşəm, Rəhim bəy. Sən saxla! Düz deyir də qardaş. Bir nəfər haqqı deməlidir ya yox. Amma bu oğraşı göydə axtardım, yerdə tapdım, Rəhim bəy, qurban olun, söyürsə bir... Yana b***et! Hanı mənim yumurtam?
Birincisi sənin yox, atamın, ikincisi də atamın yox, mənim pul verib almışam. Lazımdır pul, qaytarım sənə. Soq gözümə. Mənə də lazım deyil. Üzr istəyirəm, xahiş edirəm. Deyən də, sən deyən də, gələ soq gözümə. Etməyin, eləməyin, bərəkətdir. Hani mən Faberjeyim? Fajerbi nədir axı? Faberje yumurtası. Faberje yumurtası Faberje evi tərəfindən 1885-1917-ci illər ərəfəsində Rusiya çarları üçün hazırlanmış olduğu silsilə şəkilli zərgərlik məmulatı. Faberje yumurtalarından 71 nüsxəsi məlumdur ki, bunlardan 52-si imperator yumurtası sayılır. Karl Faberje 1885-ci ildə ilk olaraq toyuq adlanan yumurtanı hazırlayır. Bu yumurta İmperator 3-cü Aleksandr tərəfindən Pasxa sürprizi olaraq həyat yoldaşı Mariya Fyodorovna üçün sifariş olunmuşdu. Qaqaş, biri mənə desin də, nəyin davası gedir axı? Atondan almışam. Əl yandı da. O satdı, mən aldım. Verdim də pulu sənə də, poğa salma da məni. Qaytar da Faberjeni. Alik Bey, qurban olum qaytarında. Bir dənə yumurtaya görə niyə qanqaraçılıq salırıq axı? Çeki göstərsin, qaytarım. Qara bazarda çek olur. Zındı. Hadi yumurta. Ay qardaş, ay. Bu dəqiqə o zəkrəcəməsi yoxdur. Hani s***anı yumurta. Hə? Ged evdən götüreyim. O basmalı. O sən ya üstündə ya da başındadır. Evdədir. Bir saat bundan qabaq sən biznes mərkəzindən çıxanda yumurta rəkkərə düşüb. Hani Faberje? Sumkada. Zındır. Hadi tapdın da. Ay bıra! Hardadır yumurta? Hardadır? Bir dəqiqə. Kimdə işi Faberjeni? Mən üzr istəyirəm, mən artıq başımı itirmişəm. Mən bura girəndə Faberje sumkanın içindəydi. Sumka da gözümün qabağında olub bütün gün. Hardadır Faberje? Alik Bey, bəlkə yolda gələndə artıq dəyişmişlər. Bizim salonda belə şeylər ola bilməz, qurban olum sizə. Bu nə yumurta temasıdır axı? Biri mənə desin də, Nüjelli. Açın kameralara baxaq. Baxaq. La baş birinci mən baxım. Sən gələk bunu açardın, mən fərri görəmirəm buna. Tak. Bura niyə belə işləyir, hə? Üzr istəyirəm, işıqlar yanıb sönür, elə bir dəqiqə gecikir. UPS quraşdırmalıydıq, müdiriyyət vəsait ayırmayıb elə. Deyir müdiriyyət vəsait ayırmayıb. O mayası nədir, denən verəkdir, Allah səni saxlasın. Ver abrat. Ver. Əvvələ ver. Saxla. Buraya bas. Tərpəndi. Əvvələ başda tərpəndi. Heç nə yoxdur axı orada, Alik. Necə yəni heç nə yoxdur? Görürəm axı tərpənib bu poq. Alik Bey, Tərpənir dana! mən tərpənmiş görmürəm axı orada, niyə əsəbləşirsiniz? Flamaster var. Üzr istəyirəm. Flamaster var! Buyurun. Abilər, xət qoyanda rahat biləcəklər, ya. Ver abrat. Ver. Saxla. Play bas. O, de. Tərpəninizə bu poq. Valla, mən bilmirəm siz orada... Səni deşirlərəm səni! Yox, bilmirəm. Hani mən yumurta! Mənə yumurta gətirmən yarasan kimdənsə? Harada saxla da sən. Hə? Biz niyə bayaqdan dirəşimsən? Niyə dirəşmişsən ki tərpənmir, hə? Kim bunu üçün fikirləşə soğuqa tərpənməyib? Səsifti çıxardın dana! Hələ sizin bir baxış bucağı var, mən görəm ki... Mən şot edirəm! Kimdən sorumlusan? Hadi ya! Beni polis çağıracaq, burada konser veriyoruz. Bu salona birinci dəfə gəlmişsiniz siz. Sakit! Xahiş edirəm çıxın. Xahiş edirəm. Deməli belə. Mən içəri girəndə sumkanın içində Faberje var idi. Hal-hazırda yoxdur. Deməli işıqlar sönəndə hansısa oğraş sumkanın içindən Faberjeni oğrayıb. Və mən o oğraşı tapıb ağac soxacağam. Və heç kim buradan çıxmayacaq. Ta ki mən yumurtanı tapmadım. Masiv, пожалуйста, ствол. Oy blo. Pistolet bundaymış ha.
Heç kimə etibar yoxdur, var yoxuna nəli. Hamı buradadırsa başlayaq. Alik Bey, qurban olum sizə. Gəlin hər şeyi qanun çərçivəsində həll eləyək. Yumurtanı tapandan sonra. Başa düşmədim? Biz özümüz yumurtanı tapacağıq. Gəlin siyahı ilə gedək. Buyur, elə səndən başlayaq. Məndən niyə? Tək sən özümə durmuşsan ki, sumka tərpənməyib. Ha? Sən tək deyilsən, ikinci adam da var. Buyur. Yox, mən viski təklif eləyəcəkdim. Hələ tələsmə. Alik müəllim, gəlin bacı, gör nə deyirəm. Bu yumurtanın qiyməti nədirsə deyin, mən verim, mən çıxım gedim. 10 milyon. Nə? Nə hörmətli yumurtasıymış ya bu. Üzr istəyirəm, mən bilmirəm nədən başlayayım Alik Bey. Əvvəldən başla. Alik Bey, gözlə görsən də axı ki, heç nə tərpənməyib kamerada. Mən istəmənəm axı sizin kimi müştəriyə xələl gəlsin mənim salonumda. Axı siz bizim ən... Uzatma, mətləbə keç. Deməli, siz içəri girəndə sizi qarşıladım, amma fikir vermədim sumkaya. Xanım əyləşdi divanda, sonra siz əlinizi yumağa getdiniz. Eminəyə yaxınlaşıb iş barəsində bir-iki məsələyə toxunduq, sonra siz geri dönüb yerinizdə əyləşdiniz və sumkanı qoydunuz masanın üstünə. Elə mən yaxınlaşıb sumkanı götürmək istəyirdim, bəs bir-iki dəfə sizə yaxınlaşdım və salam, Emin sizin daimə yanınızda olub. Bəli, mənə yaraşmaz yalan danışmaq. Bir dəqiqə, Emin niyə? Çünki Eminin borcudur daima müştərinin yanında olmaq. Mənim işim burada saç kəsib pulumu qazanmaq da, oğurluq eləmək deyil axı. Mən bilmərəm. Sən təzəsən, hələ ispitaçının srokun bitməyib. Bilmirəm nə yuvanı quşursan. Düzdür, ən yaxın sən olmuşsan. Ha, siz nə danışırsınız? Mən bura təzə düzəlmişəm. Mən heç sizi tanımıram da. Mən nə bilim sizin sumkanızda nə var? Tərpədib yoxlamısan, işıq sönəndə də götürmüsən. Hay, Alik bəy, mən bayaqdan sizin başınıza hərrənirəm. İndi insanlıqda ola bir işləyəndə əlim deyib sumkaya bir sant o yana keçib. Gəlin yoxlayın, gəlin mənim üstümü yoxlayın. Görün, mənim öz yumurtamdan başqa yumurta tapacaqsınız burada. Amma çox xahiş edirəm. Məni yoxlayandan sonra onu da yoxlayacaqsınız. Bəlkə şkafda gizlədim sən. Hayda! Bu nə mənim üçün beynim çöndürər burada ya? Gəl! Gəl! Gəl yoxla qardaş, gəl yoxla! Gəl! Niyə qardaş? Sındırma. Qayırı çıxan kimi olsa işin üstə düşün. Nə var Allah işin üstə atmağa? Cındır kişi kimi üstə adam kimi işləyir də. Nə baş mı yerləyirsən, nə olub? Mən sizinlə sonra danışacağım Emin Bey. Necə deyə? Mənlə sonra danışacağım. Qadın xeylağı var burada Emin Bey. Bağışlayın bacını, üzr istəyirəm. Heç yoxdur. Yaxşı, keçək başqalarına. Gördünüz? Gördün nə? Gördünüz? Tüpürüm mən belə şeyin içinə, tüpürüm. Bir şey olan kimi olsa zəifləri üstə düşürsünüz. Qardaş, pullarım da buradadır qurmamsına, bax. Hamısı var buradadır, gördünüz? Bax, hamısı var buradadır. Qoyuram bura. İtər sonra deyəsin ki, onu da mən götürmüşəm. Olar indi mən çıxım gedim. Balam geçsin. Əgər sən uğramamısansa, rahat keç duru yerində. Yumurtanı da tapandan sonra gedər evə, inan ki, test tapılacaq. Ha, qardaş, imkan verin. Bir dəqiqə ya. Üzr istəyirəm. Rəhim Bey, mən sizə dəfələrlə dedim ki, bizim işçilərin keçmiş işçilər istisna olmaqla müştərilərin şəxsi əşyalarında dəymək kimi hüququ yoxdur. Sən qutqana nə? Rəhim Bey, çox üzr istəyirəm sizdən. Rəhim Bey, bu nə öz başlanlıqdır, siz eləyirsiniz. Rəhim Bey, müştərilərin neyi bu? Bu kimindir? Mənim. Götürdüm birini. Rəhim Bey, hər şey kameralara düşdü. Mən sizə məsuliyyətə cəlb edeyim, siz də baxın. Qardaşlar, onları bir dəqiqə, xahiş edirəm. Düz bir həftədir mən bunu axtarım. Burat elə bu gün tapdım, deyəcəydim sənə. Pox mu ya? Deyəcəydim. Emin Bey, burası sizin üçün bar deyil. Ağzınızın da aşkın bilin. Dedi, baxın, xanım var. Bağışlayın ama, bağışlayın. Qaqaş, avtomatik olub, səni öyle ayıb deyə, yoxsa mən oğrasam üstümdə gəzdirərəm. Burat, heç nə yoxdur orada. Nəzəb hələ də yeməmisən bu yumurtaları? Yəqin yadından çıxıb. Elə onu deyəcəydim ki, Sonra tapdıq da, tapdıq kim oğruyub. Qaytar bu cəmaatın yumurtalarını, rədd ola çıxaq gedək evimizə, işimizə. Zajqal oğrusu, uzatma da. nə deyirəm sizə, mən səhərdən öz işimlə məşğul idim. Gör heç mən masadan bir addım uzaqlaşmışam. Eşi, hamı o sözü deyir. Gəlin haqqına danışaq. Camal bəy, olub elə şey? Nə? Aralaşmışam sizin masanızdan. Nəyə görə soruşsan ki? Oğurluğa görə də, oğurluğa görə. Ya b***dən danışma, kukla baş.
Bağışlayın. Zajqalkanı mən götürmüşəm, düzdür, mən oğurlamışam. Amma səməni və yumurta hələ heç nəyə sübut eləmir. Bəlkə bu dılğıra qoşulub belə şərikinə iş görüb. Bəsdir, məndən bəsdir. Mən ünvanıma gün ərzində bu qədər təhqir eşitməmişdim hələ. Mən indi partlayacam. Partlama. Viskindən içək. Cavit, hamıya viski. Bir nəfər də bu barmaya yoxlasın da, sallanıb durub orada sağırdı. Gəlin yoxlayın. Onsuz da mən buradan çıxıb oraya yaxınlaşmağım real deyil. Bəsdir. Bak, gətir Cavid viskiləri, gətir. Gətir. Bunlar adam dili başa düşmürlər də, bunlarla gərək başqa cür danışasan. Mayıs, sən də tapancanı gətir. Silahı təyinatı üzrə istifadə eləməyin vaxtı gəlib çatıb. Mayıs. Ay, sağ ol. Vaxtı gəlib çatıb. Oy bula. Baş alıb gedir ha. İtirəcəyim heç nə yoxdur. Mən səni dibdən qaldırmışdım. Faberje hardadır? Bayaqdan hamısını bir-bir yoxlamışam. Heç kimin Faberjedən xəbəri yoxdur səndən başqa. Sual verirəm. Faberje hardadır? Ən dibdən, ən dibdən. Yaxşı soraqlayarsan. Hardadır? Hər dəfə 3-ə kimi sayıb ayağından atacağam. Oy bula. 1 2 Yoxdur bu da. Necə yəni yoxdur? Hə? Səncə mən oxşayıram ki, üstümdə 10 milyonluq Faberje gəzdirəyim, hə? Oxşayıram ya yox. Ən maraqlısı da odur ki, sən əsl yerini heç vaxt bilməyəcəksən. Atığın ən pis vəziyyətindən istifadə edib həyatındakı ən dəyərli şey, dəyər-dəyəməz aldım getdi. Qızı bilirdi ki, qabağa düşəcək. O düşdü. Atamla heç çəkimətim var! Mənim elə atam olsaydı, soxardım onu. Aç bunu, boğuldum. Aç bunu, boğuldum. Əslində Alik hər şey yaxşı planlaşdırmışdı. Çox ucuz qiymətə aldığı Faberjeyə alıcı da tapmışdı. Amma bir şey nəzərə almamışdı. Ən inandığı adama inanmaq lazım deyilmiş. Təyyarənin uçuş vaxtına 5 saat qaldığından Alik bərbərxanaya getmək qərarına gəlir. Sonra o, Faberjeni xarici ölkəyə keçirəcəkdi. Amma bərbərxananın qabağında heç gözlənilmədən Rəhimi görməyi planlarını biraz dəyişir. Artıq Faberjeni üzərində saxlamaq təhlükəli olduğundan o yumurtanı ən təhlükəsiz yerdə gizlədir. Kameralarında problem olan obyektin kamerasız otağındakı paketdə. Alik xadiməyə bazarlıq edəcəyini söz verib, ondan yaşadığı ünvanı öyrənir. İşıqlar sönəndə isə sumkanın yerini özü dəyişir. Rəhim içəri girəndə buna yalnız bir adam sevinmişdi. Vera. O, Faberjedən ona heç nə çatmayacağını yaxşı bilirdi. Alik üzərində həmişə əlavə yumurta da gəzdirirdi. Hər ehtimala qarşı. Və bərbərlərin ülgücün üstündə lezbiya saxlamadığını da bilirdi. Vaxt tutmaq üçünsə Rəhmin başına nə iləsə qatmaq lazım idi. Faberjenin əsl yerini isə Alikdən başqa yalnız bir nəfər bilirdi. Cavid gizlədəndə görmüşdü. Vəziyyət qəlizləşəndə o bir çıxış yolu tapmışdı. Aliki siçan dərmanı ilə zəhərləyib Faberjeyə sahib çıxmaq. Amma viskini bir nəfər içdi. Və nəticədə hadisə zamanı bərbərxanada işləyənlər istintaqa cəlb olundu. Cəmalın qardaşı son anda onu xəstəxanaya çatdıra bildi. Açılan 2 güllədən biri elə barmenin özünə dəydi. O 6 ay komada qaldı və heç vaxt ayılmadı. Rəhim və Veranın məhkəməsi hələ də davam edir. İkinci güllə isə düz Alikin ürəyinə tuş gəldi və orada da qaldı, arzuları kimi. Biləcəri qəsəbəsində
məhkəməsində baş verən səsküylü qarətdən bir ay keçir. Xatırladım ki, Elşən Məmmədov tarix müəllimi işləyirdi və babasından qalan 9 mm Luger tipli tapanca ilə həmin qəsəbədə yerləşən marketi qarət etdi. Polis müfəttişi Eyvaz Sadıqovun göstərdiyi polis şücaəti nəticəsində oğru yerindəcə zərərsizləşdirildi. İşlə bağlı araşdırmalar sona çatdı və sahə polisi mükafatlandırıldı. Azərbaycana 218.000 dollar faiz qiymətində qədər Sinop'a, AstraZeneca və Pfizer vaksinləri gətirilir. Təbii ki, vətəndaşların bu qiymətlərdən hər hansı birini seçməkdə sərbəst olduğunu qeyd edir. Randevu .a saytına Faberge isə onun dəyərindən xəbərsiz olan Natavan xalanın evində şəkər qabı kimi illərlə istifadə olundu. Yandırdım. Kameran yox, işığı yandı. Fanar ancaq kamera girəndə işləyir. Hansıdır səndə? Məndə 25. Gecə vaxtı işığını açsın. Hadi lazım. Hamısını naqar bağlayıb. Bunları sıxmasan, buna bax. Bax. Gördün, bax. Yandı. Bunu sıxmaq lazım. Şərbətin var səndə? Məndə yox. Görsəniz, yenə yatacaq. Şeylər, bir nömrə deyim, yıx. Onda var şərbət. Yaxşı. David, 050.